başlayaq biz if, elif, elsəyə. If, elif, else. If, elif, else mürəkkəb şərt operatoru. Mürəkkəb şərt operatoruna bizim nə zaman ehtiyacımız olur? Əgər bizim bir məsələmizdə bir neçə şərtin eyni anda yoxlanılması tələb olunursa, o zaman biz if, elif, else'dən istifadə edəcəyik. Eyni anda yoxlanılması deyəndə, tutaq ki 15 dənə şərtimiz var, hamısı eyni anda, eyni saniyədə yoxlanılmır. Məsələn, ad daxil etmişik, həmin adın Kənan olub olmadığını yoxlayırıq. Birinci, yoxlayırıq, ad Kənandırmı, hərdirsə, elə oradakı işi çap edib, işimiz bitir. Yəni, o birinci ifin şərtində adın Kənan olduğu təsdiqlənsə kod tərəfindən, işimiz orada bitir. Əgər biz birinci ad daxil etmişik, işimiz də Kənanın adını axtarmaqdır. Əgər birinci ifin şərtində x bərabərdir Nicat yazmışamsa, bunu icra eləmirəm. Sonra gedib yoxlamalıyam. X məsələn, Azimdimi, nə bilim, Raildimi və s. və s. Burada biz belə bir məsələ fikirləşək. Məsələn, həftənin günləri. Həftənin günləri. Həftənin günlərini biz if, elif, else ilə daha yaxşı təsvir edə bilərik. Biz nə edəcəyik? Ədəd daxil edəcəyik. Həmin ədədin hansı gün olduğunu çap edəcəyik. Ədəd, burada da yazaq gün. Məsələn, x bərabərdir input. Ədədi daxil edin. Ədədi yox, əslində 1-7 aralığında rəqəm daxil edin. Çünki biz həftənin günlərinə aid bir şey ediriksə, onun izah hissəsində də mən bildirməliyəm ki, ədədin 1-7 aralığında olmalıdır. Daha sonra, if x bərabərdir 1-dirsə, biz demişdik ki, əgər nəyinsə bərabərliyini yoxlayıramsa, qoşa bərabərlikdən istifadə edəcəyik. Print, burada yazırıq bazar ertəsi. Bu yazacağım qısaca. İndi biz daxil edilən ədədin 1-dən 7-yə qədər hansı olmasını pillə-pillə yoxlamalıyıq. Əgər mən 1 daxil etmişəmsə, işim burada bitir, düzdür. Amma 2 daxil etmişəmsə, artıq mənim növbəti şərtə ehtiyacım var. Bunun üçün də biz elifdən istifadə edəcəyik. Elif x bərabərdir 2. Əgər 2-dirsə, print çərşənbə axşamı. Artıq birinci ifdən sonra digər şərtləri yoxlamaq üçün hamısına biz elif yazacağıq. Elif x bərabərdir 3. Print çərşənbə axşamı, çərşənbə. Elif x bərabərdir 4. Print cümə axşamı. Elif x bərabərdir 5. Print cümə. Elif x bərabərdir 6. Print məsələn olsun şənbə. Deməli, burada ən axırıncıda belə bir fikir yarana bilər ki, biz ən axırıncı onsuz 7 qalır. 7-ni elsəyə ataq. Amma burada biz yuxarıda ədəd üçün şərt qoymamışıq. Düzdür, burada söz ilə ifadə eləmişəm. Amma mən bu sözü silsəm, heç kim bilməyəcək icra eləyəndə 1-dən 7-yə qədər daxil etməli olduğunu. O səbəbdən biz buradan, məsələn, böyük ədəd gələndə nə çap olunmalıdırsa, onu elsəyə atacağıq.
7-ci günü də biz elif ilə işarələyirik. Yəni B planında işimiz düz getməyəndə nə çap olunmalıdır onu göstərir else. X'imiz 7-dirsə print bazar günü else print. Burada da artıq xatırlatma edək ki 1-7 aralığındakı ədəd daxil edin. Nida işarəsi də qoyaq, biraz əsəbləşmişik artıq. Yoxlayaq. 1-7 aralığında rəqəm daxil etdiyi bizə. Daxil edək. 7. Bazar günü. Yəni bunu tanıyasız, normal nəticə görə biləcəksiniz. Daxil edirik 12. Daxil edə bilmirik. Stop və yenidən run. 12. Burada bizə artıq deyir ki, 1-7 aralığındakı ədəd daxil etməyiniz tələb olunur. Yazaq ki, o birisindən fərqlənsin. Daxil etməyiniz tələb olunur. Bir baxaq. 7 daxil etdim. Buradan məsələn 34 daxil etməyə cəhd göstərək, amma edə bilmirik. 34. Bu sayda nömrə 2-dir. 34. 1-7 aralığındakı ədəd daxil etməyiniz tələb olunur. Bu belə. Bu oldu bizim if, elif, elsemizin istifadə qaydası. Deməli, bizim qarşımızda istər imtahan vaxtı, istər burada hər hansısa bir tapşırıqda bizə müəyyən bir məsələ verib, onun biz fikirləşməliyik B planı. Yəni, buradan məsələn səhv bir şey daxil olunsa nə çıxmalıdır? O işi də nəzərə alaraq biz else-ni yazmalıyıq. Bunu istəyirsinizsə siz skrin edib saxlayın, sizə tapşırıq verəndə oxşar qaydada nəsə çaşsaz baxıb yaza bilərsiniz. Etdinizmi? Deməli, oxşar məntiq ilə başqa bir tapşırıq yazacaqsınız indi. Deməli, ədəd daxil olunanda fəsil adını və həmin fəslə aid ayları çap edin. Yəni siz nə edirsiniz? Məsələn, bir daxil olsa, siz çapa verməlisiniz. Qış və ya mötərizədə, ya da yanında slash-lə necə istəyirsinizsə göstərin. Qış, məsələn, mötərizədə tutaq ki, göstərdik. Dekabr, yanvar, fevral. Yəni bu formada ədəd daxil olunur. Siz yoxlayırsınız şərtdə. Əgər ədəd 1-dirsə, qış çap olunur və onun bircə printdə qış, ayrıca printlərdə də eləyə bilərsiniz istəsəniz. Burada məsələn if yazırsınız. Əgər 1-dirsə print qış, onun altından da print dekabr, yanvar, fevral. X 2-dirsə yaz, sonra birinci printdə yaz, daha sonra mart, aprel, may. Belə çap eləyə bilərsiniz. Bunu sərbəst yazacaqsınız. Buyurunuz.